Bilirsiniz, Azərbaycanda pul qazanmaq çətindir, amma o pulun dəyərini qorumaq inanın daha da çətindir. Yaxşı, bəs nə etməli? Yüksək inflyasiya şəraitində pulumuzu necə qoruyaq, hətta üstünə qoyaq? Elə bugün sizə göstərəcəm ki, cəmi $50 başlayaraq ABŞ fond bazarına necə investisiya etmək olar. Hazırsınız? Gəlin başlayaq. Gəlin yol xəritəmizə qısaca nəzər salaq. Birinci, hamımızı narahat edən o inflyasiya məsələsinə baxacağıq. Sonra bizim ənənəvi qızıl investisiyasını texnologiya nəhəngləri ilə üz-üzə qoyacağıq. Ardınca sizə kiçik pullarla böyük qazancın sirrini açacağam. Necə başlayacağınızı addım-addım göstərəcəm və sonda gələcəyinizə ilk addımı atmağa tam hazır olacaqsınız. Yaxşı, gəlin başlayaq ilk mövzumuzdan. Pulumuzu gündən-günə əridən o səssiz düşmən, yəni inflyasiya ilə Azərbaycanda necə baş çıxaraq? Gəlin bu əsas problemə biraz daha yaxından baxaq. Bu cümlə yəqin ki çoxunuza tanış gəlir, elə deyilmi? Yüksək inflyasiya pulumuzun alıcılıq qabiliyyətini hər gün azaldır. Yerli investisiya imkanları isə açığı həm çox məhduddur, həm də çox vaxt risklidir. Yaxşı, bəs çıxış yolu nədir? Ənənəvi seçimlərimiz, yəni qızıl və yerli bazarlar bir tərəfdə, amma digər tərəfdə sərhədləri aşan çox güclü bir alternativ var. ABŞ fond bazarı, xüsusilə də dünyanın texnologiya nəhənglərinin, o böyük adların cəmləşdiyi Nasdaq birjası. Bax bu, pulunuzu inflyasiyadan qorumaq və real artım əldə etmək üçün əsl qlobal bir arenada. Yaxşı, ABŞ bazarı güclü alternativdir dedik, amma nə qədər güclüdür? Bunu görməyin ən yaxşı yolu isə, gəlin belə deyək, bizim illərdir güvəndiyimiz qızılla son 10 ilin texnologiya ulduzlarını rəqəmlərlə toqquşdurmaqdır. Gəlin müqayisə edək. Rəqəmlər deyəsən hər şeyi özü danışır. Baxın, son 10 ildə qızıla pul qoyanlar pulunu təxminən 52% artırıb. Pis deyil. Amma eyni vaxtda Nasdaq indeksinə, yəni o texnologiya şirkətlərinin ortalamasına pul qoyanlar 372% qazanıb. Fərq həqiqətən də göz qabağındadır. Bəs tək-tək şirkətlərə baxanda mənzərə daha da heyrətamiz olur. Qızılın o 52%lik gəlirini bir kənara qoyaq. Apple və Microsoft hər ikisi 900%-dən çox qazanc gətirib. Tesla 2600%-i keçib. Bəs süni intellekt çiplərinin kralı Nvidia, bax bu artıq başqa bir səviyyədir. İnanılmazdır, amma 12250%. Bu rəqəmlər göstərir ki, doğru şirkətləri seçmək nə demək? Yəqin ki, bu rəqəmlər gözünüzü biraz qorxutdu və düşündünüz ki, bunun üçün böyük pullar lazımdır. Heç də elə deyil. Elə növbəti bölmədə sizə göstərəcəm ki, bu nəhəng bazarlara necə cüzi bir büdcə ilə daxil olmaq olar. Sir bu strategiyadadır dollar cost averaging, yəni dollar ortalaması. Adı biraz gəliz səslənsə də, əslində çox sadə bir metoddur. Yəni, böyük bir pulu götürüb bir dəfəyə hop deyə yatırmaq əvəzinə hər ay, məsələn, nizamlı şəkildə kiçik-kiçik məbləğlərlə investisiya edirsiniz. Bu nə edir? Bu, riski azaldır və uzun müddətdə qazancınızı artırır. Bu strategiyanı ən yaxşı izah edən bizim öz atalar sözümüzdür. Hər ay kənara qoyduğunuz o kiçik məbləğlər, inanın, zamanla böyük bir sərvətə çevrilə bilər. Əsas məsələ nədir? Səbir və davamlılıq. Gəlin strategiyanı daha da sadələşdirək. Cəmi 3 addım. 1. $50 başlayın. Sadəcə $50. 2. Hər ay nizamlı şəkildə bir $50 da əlavə edin. Və 3. Bəlkə də ən vacibi, səbirli olun və bu vərdişi davam etdirin. Gəlin bu strategiyanın gücünü real bir nümunə ilə görək. Təsəvvür edin ki, 10 il əvvəl Nvidia səhmlərinə bu üsulla yatırım etməyə başlamışsınız. Yəni ilk ay $50, sonra hər ay $50. 10 ilin sonunda cibinizdən çıxan ümumi pul nə qədər olacaqdı? Cəmi $6050. Yaxşı, bəs bu $6050 nəyə çevrilərdi? Hazır olun, 10 ilin sonunda sizin o investisiyanızın dəyəri təxminən $180.000 olardı. Bəli, düz eşitdiniz, $180.000. Bu 2875%lik bir gəlir deməkdir. Sadəcə kiçik və davamlı addımlarla əldə edilən inanılmaz bir nəticə. Bu necə dəyərlər, kiçik pullarla böyük sərvət yaratmağın canlı, real sübutudur. İndi yəqin ki, hamınızın ağlında eyni sual var. Yaxşı, bəs mən bunu necə edim? Elə növbəti bölmədə də yeni başlayanların ən çox qarşılaşdığı suallara cavab verəcəm və praktiki addımları bir-bir izah edəcəm. Baxın, bu ən böyük maneələrdən biridir. Girib baxırsan ki, məsələn, Tesla'nın bir səhmi $240. Amma mənim ayırdığım pul cəmi $50. Mümkündürmü bu iş? Bəli, mümkündür. Cavab hissəli səhmlərdir.
Müasir investisiya platformaları sağ olsun, artıq bütöv bir səhm almağa məcbur deyilsiniz. Əlinizdə nə qədər pul var? 50 dollar? Problem deyil. O 50 dollara səhmin bir hissəsini, yəni bir parçasını ala bilərsiniz. Bəs bütün bunları harada edə bilərik? Kvantfori kimi platformalar məhz bu iş üçün yaradılıb. Yeni başlayanlar üçün niyə idealdır? Çünki heç bir əməliyyat haqqı, yəni komissiya yoxdur. Sıfır. İstədiyiniz səhmin istədiyiniz qədər kiçik bir hissəsini ala bilirsiniz. Hesabınıza pul yatırmaq da çox asandır. İstər kartla, istərsə də kriptovalyuta ilə. Və ən əsası, başlamaq üçün cəmi 50 dollarınızın olması bəs edir. Artıq nəyi, niyə və necə edəcəyimizi bilirik. Gəlin indi də yekunlaşdıraq və gələcəyinizi atacağınız bu ilk addımı necə ağıllı şəkildə atmaq olar, ona baxaq. Qarşınızda iki əsas yol var. Birinci yol daha təhlükəsiz yoldur. QQQ kimi bir ETF, yəni birja fondu ilə başlamaq. Bunu böyük bir səbət kimi düşünün. O səbətini alanda içində yüzlərlə fərqli şirkətdən kiçik bir pay almış olursunuz. Bu da riski bölüşdürür. İkinci yol isə daha cəsarətli, daha ambisiyalılar üçündür. Seeking Alpha kimi saytlarda araşdırma aparıb, böyümə potensialı gördüyünüz tək-tək şirkətləri, yəni o növbəti Nvidia-nı tapmağa çalışmaq. Bəli, bu yol daha risklidir, amma düzgün seçim etsəniz qazancı da daha yüksək ola bilər. Baxın, artıq hər şeyi bilirsiniz. Gördüyünüz kimi, bu dünyaya addım atmaq üçün nə böyük pullara, nə də xüsusi maliyyə savadına ehtiyac var. Texnologiya sağ olsun bütün manələri aradan qaldırıb. Sabah, bəli, elə sabah, cəmi 50 dollarla siz də öz maliyyə gələcəyinizin təməlini ata bilərsiniz. Belə bir imkan varkən nəyi gözləyirsiniz?